Salam olsun hər kəsə dostlar. Bəyənin, paylaşın verilişimizi. Bugünkü mövzumuz yenə də bilirsiniz dostlar, əslində düzdür. Bu neçə gündə bir neçə verilişim oldu. Bu özünə ateist deyib çıxıb bizim dinimizə qarşı, insanların inancına qarşı belə hərəkət edənlərə qarşı sözümü deyirəm. Təbii ki, bir neçə nəfər zəng eləyir, danışırıq bununla bağlı ki, adamlar deyirlər, hər kəsin öz fikri var, azad fikri var. Mən deyirəm ki, əziz qardaşım, siz bizi planlı şəkildə dinimizdən döndərə bilmərsiniz. Siz bizi belə planlı şəkildə, belə mundarcasına əclaf hərəkətinizlə bizim dinimizi, inancımızı təhqir eləyərək bizi inancımızdan döndərə bilmərsiniz. Çünki bizi ayaqda saxlayan bizim inancımızdır. Bizim Allahımızdır, bizim Quran-ı Kərimimizdir, İslam dinimizdir. Yəni mən Allaha inanıram, İslama inanıram, dinim odur, inancım odur. Mən sənə nə edirəm qardaş? Sən niyə məni dinimdən ayrı salmağa çalışırsan? Axı mən sənə nə edirəm? Mənim sənə nə ziyanım var? Hə? Dostlar, səs gəlirmi? Səs görüntü bəyənin, paylaşın. Yəni mən Allaha inanıram, dinim İslam dinidir. Yəni mənim bax şəxsən bir müsəlman olaraq, bir Allahın bəndəsi olaraq, bir İslam dininə inanmış bir adam olaraq, bir insan olaraq, bax bu ateistlərə sual edirəm. Mən sizə nə etmişəm ki? Və yaxud da mənim kimi milyonlarla nə qədər inancı olan qardaş və bacılar var. Bizdən nə istəyirsiniz ki, biz nə edək? Biz niyə dinimizdən dönməliyik ki? Nə üçün? Yəni bizim nə günahımız var? Biz sizə nə etmişik ki? Hə? Durursan efirdən danışırsan, nə bilim filan ayətdə yazıb ki, 3 yaşında uşağa, südəmər uşağa belə eləyə bilərsən. Qardaşım, bunu mənə nə deyirsən? Mən o adam deyiləm axı. Mən sənin orada dediyindən getmirəm mən. Axı belə bir şey də yoxdur. Yəni 1000 il, 1500 il bundan qabaq bu gün necə bu məddahlar var ya, yalandan din adı altında başlarına əmmamə qoyub 100 dənə yalan danışırlar. Heç İslam'a əlaqəsi yox, heç Allahla əlaqəsi yox. 100 oyunlardan çıxırlar. Bu İslam demək deyil ki. Bu Allah demək deyil, bu düz yol demək deyil ki bu. Bu Allah'ı sevmək demək deyil ki. Yəni 1000 il bundan qabaq kimlərsə fətva verib, onu götürüb soxuşdururlar ora. İndi onu gətirib bizim gözümüzə soxurlar. Qardaşım, mən 3 yaşında uşağa gedib oramı buramı sürtəliyirəm. Və yoxud da digər inancı, İslam inancı olan şiə qardaşlar, xüsusən də şiələri hədəf alırlar. Fikir verirsiniz. Şiələri hədəf alırlar. Bunun yanında da İranda nədir? İran da gündəmə gətirirlər ki, İran, nə bilim, Xomeyni, ağanız. Mən bəyəm, İrana görə müsəlmanam. Hə? İrana görə mən Allahımı sevirəm. İrana görə mən Həzrət Hüseyni sevirəm. İrana görə mən Peyğəmbərimi sevirəm. Bu romantikdir belə. Bu nəyin yanaşmasıdır? Yəni bizdən nə istəyirsiniz ki? Bu nəyin təbliğatıdır? Hə? Adında qoyublar ki, güya bizi nədir, oyadacaqlar. Güya Azərbaycan xalqını, millətini, gənclərini oyatmaqla məşğuldurlar bunlar. Hardan oyadırsınız siz? Siz bölücülüklə məşğulsuz. Siz parçalı iş yaparsınız. Azərbaycan xalqının 2 dəyərləri var. Ən mühüm öndə gedən 2 dəyərləri var. Biri milli dəyərlərdir, biri də nədir, dini dəyərləri. Bu xalqın milli dəyərləri və dini dəyərləri. Sual edirəm ateistlərə, siz dini dəyərlərə qarşı niyə çıxırsınız? Siz indi güya dini dəyərlərə qarşı çıxıb, bölməklə güya Azərbaycan xalqını oyadırsınız, ayıldırsınız. Biz 3 yaşında uşaqlara, gedib südəmər uşaqlara oramızı buramızı sürtəlirik. Siz də çıxıb deyirsiniz ki, ay cəmaat, ayılın, oranızı buranızı bu uşaqlara sürtməyin. 9 yaşında balaca qızlarla evlənirik, ailə qururuq. Biz millət olaraq, xalq olaraq. Biz belə əclaflıq edirik. Siz də bunu
bizə nümunə gətirərək güya bizi siz o vəziyyətdən çıxartmaq istəyirsiniz, xilas eləmək istəyirsiniz, eləmi? Yəni biz 9 yaşında qız uşağı ilə evlənirik, 3 yaşında uşağa oramızı buramızı sürtürük. Bu da normal haldır bu cəmiyyətdə. Hər kəs bilir, normaldır. Heç kəs bizi qınamır. Və bu da böyük bir biabırçılıqdır, bədbaxtçılıqdır. Bizi bu ateistlər bu zülmdən çıxartmaq istəyirlər. Bu biabırçılıqdan çıxartmaq istəyirlər. Məntiqə bir baxın siz. Rəzalətə bir baxın kişi. Görün bizi nə qədər ələ salırlar bunlar. Güya bunlar bizi düz yola aparırlar, bizi oyadırlar. Gənclərimizi, insanlarımızı güya bizi oyadırlar. Biabırçılıqdır ya, bu nə ateistlikdir qardaşım. Bu nə yoldur belə? Sənin ateistliyin budur mu? Hə? Həmin o gədə var ya, çevişdir, nədir? Sənin ateistliyin budur mu? Özün də gedib qazi olmuşsan, 2016 aprel döyüşlərində deyilənlərə görə döyüşübdür. Lap yaxşı. Bir qazi öz millətinin dini dəyərlərinə qarşı çıxarmı? Hə? Bir qazi Azərbaycan xalqının bütövlüyü uğrunda təbliğat aparmazmı? Qazi deyil bu, deyilənlərə görə. Yəni fərq eləmir, hamımıza ateş, qazi olmasa da. Biz bu xalqın milli və dini dəyərlərinə qarşı niyə çıxmalıyıq ki? Nə üçün? Nədən qardaş? Bax, bu deyil məsələ dostlar. Oyun oynayırlar. Əməlli başda bizə məcbur edirlər ki, siz dininizdən dönün. Niyə belə? Niyə? Mənim dinim sənə neyinir? Mən dinimə inanıram. Gəlib sənə neyinirəm mən? Anana sataşıram, bacına sataşıram, haqqına girirəm. Həyatını, gələcəyini uğrayıram. Neyinirəm mən sənə? Neyinirəm? Hə? Sənin ananın haqqını uğrayan, dədəyin haqqını uğrayan, gələcəyini məhv eləyən, arzularını puçeləyən İlham Əliyev rejimidir. Gəlin buna qarşı savaşaq. Gəlin buna qarşı çıxaq. Gəlin İlham Əliyevə qarşı bu xalqı maarifləndirək. Yaxşı təbliğatlar aparaq. Sən durub bu millətin dini dəyərlərinə qarşı savaşırsan. Sən bu millətin ən öndə gedən, ən vacib dəyərlərindən ikisi olan dini və milli dəyərləri. Sən bir millətin dini dəyərlərinə çıxarsansa, onu bölərsənsə, o milli dəyər də onun dalınca məhv olacaq. Çünki hər ikisi də bu dəyərlər, hər ikisi də zincirvarı bir-birinə bağlıdır. Bu dəyərin biri məhv olsa, bölünsə, ikinci dəyər də onun dalınca bölünəcək. İndi siz güya bizi nədir, birliyə çağırırsınız, güya siz bizi maarifləndirirsiniz, ağıllandırırsınız bizi. Bunun harası təbliğatdır, bunun harası milləti sevməkdir? Ay dostlar, ay qardaşlar, bura gün düşür, bir dəqiqə dostlar. Yani buradan oturun görün, gün düşür ora. Beğenin dostlar, beğenin, paylaşın. Yani bir siz olmaz yani. Düz hərəkət eləmirsiniz. Mən şəxsən indiyə qədər bu ateistlərə qarşı belə çıxmamışam, bu məsələlərə qarışmamışam. Amma düşünmüşəm ki, insandır da, deyir ateistlik yaxşıdır, qoy aparsın görək nə demək istəyir. Amma bunlar görürəm ki, qırmızı xətti keçirlər. Başlayırlar bizə Hüseynə nə bilim pedofil deməyə, Peyğəmbərimizə pedofil deməyə. Yəni sən kimsən? Sən axı kimsən? Hə? Bu millətin içində nə qədər ən son Qarabağ döyüşlərində nə qədər ya Hüseyin deyib gedib döyüşən oğullar var. Şəhid olan qardaşlar var. Mübariz İbrahimov kimi. Mübariz İbrahimovun İlham Əliyev rejimi xain çıxartmaq istəyirdi. Onu bu millətə, onun qəhrəman olduğunu göstərən, tanıdan, sübut eləyən Hacı Abgül var idi, Hacı Abgül. Bax, o və onun dəstəsi oldu. Dəfələrlə mitinglər elədilər, dirəniş göstərdilər. Hər yerdə yazdılar, paylaşdılar. Bu millətə Mübariz İbrahimovun qəhrəman olduğunu sübut eləyən onlar oldu. Başa düşürsünüz siz? İlham Əliyev rejimi Mübariz İbrahimova xain damğası vurmağa çalışırdı. Alınmırdı, elə bilmədilər. Ən sonunda gördülər ki, xalqın reaksiyası böyüyür. İnsanlar artıq da başa düşür, qanır. Valı dəyişdilər, dedilər, hə, xalqın qəhrəmanıdır. Əliyev rejimi. Bunu sizin bəyənmədiyiniz
Həzrət Hüseynin yolunu gedən oğullar eləyib. Qızlar eləyib. İndi siz bu günlərin bizə deyirsiniz ki, nədir? Həzrət Hüseyin yolu getməyin. Qardaş, Həzrət Hüseyin yolu gedib sənə niyə edirəm mən? Nağarıram mən. Allahıma inanıram, sənə niyə edirəm ki mən? Bax, nağarırıq. Bax, biz niyə edirik sizə? Niyə gedib işinizlə məşğul olmursunuz? Hə? Niyə Azərbaycanın problemlərindən danışmırsınız? Niyə Azərbaycanda baş verən bu alçaqlıqlara qarşı çıxmırsınız? Hə? Sən güya özə baxın ha, insanların, xalqın dini, dəyərlərinə qarşı alçaqlıq eləyirlər, oğraşlıq eləyirlər və dostlar, milli dəyərlərə qarşı da İlham Əliyev rejimi alçaqlıq eləyir. Diqqət edirsiniz. Çox böyük bir oyun qurublar bizə qarşı xalq olaraq. Bu tərəfdən öz köpəklərini salıblar dini dəyərlərimizə qarşı. O tərəfdən də İlham Əliyev rejimi və ailəsi, bu terrorçu xain komanda, bu şəbəkə bizim milli dəyərlərimizə qarşı alçaqlıq eləyirlər, oğraşlıq eləyirlər. Buradan ateistlər gəlir, bizə deyirlər ki, Allaha inanmayın, İslam'a güvənməyin, inanmayın. İlham Əliyev rejimi də oradan qaziləri məsəl üçün haqqını yeyir, oğurlayır bilinçli şəkildə. Qazilər də o vəziyyətə gəlir ki, özünə boğazına kəndir kesib, özünü navesdən, ağaçdan asır öldürür. Bununla da Azərbaycan xalqını tamamen sındırmaq istəyirlər ki, siz dəyərsiz bir cəmiyyətsiz, bir millətsiz, növbəti savaşlarda qanla, canla ya Hüseyin deyib, ya Peyğəmbər deyib, ya Allah deyib gedib döyüşməyəsən. Başa düşürsünüz? Bizə qarşı bu oyunu qurublar. Bu ateistlər tərəfindən, bu nə bilim İlham Əliyev, əslində bunun kökündə bu Siyonist rejimi dayanır. Mossad təşkilatı dayanır bu oyunun kökündə. Başa düşürsünüz? Yəni İlham Əliyev rejimində onlar idarə eləyir. Bu ateistlərin kökündə də bunlar dayanır. Açıq aşkar, yəni bir millətin iki dəyəri var. Önəmli. Milli və dini. Hər ikisinə də qarşı savaşırlar. Diqqət edirsiniz. İlham Əliyev rejimi də. Qazilərə qarşı haqsızlıq, şəhid ailələrinə qarşı haqsızlıq, polislərin əli ilə şəhid analarını döydürməsi, başına mini oynaşması, qaziləri şərliyib içəri doldurulması, bunlar hamısı bir cəmiyyətdə psixoloji olaraq bunu yaratmaqdır ki, sən döyüşə getməginə, sən vuruşma, sən vətənini sevməginə. Ola bilməz belə bir şey eləyəmərsən. Bu tərəfdən də ateistlər düşüblər ortalığa ki, bəs siz Allaha inanmayın, İslam'a inanmayın, dinə zada inanmayın, Hüseyin zada hamısı pedofildilər. Bunlar hamısı dostlar, bilinçli şəkildə Azərbaycan xalqına qarşı bir oyundur. Sındırılma metodudur bu. Səni sındırmağa çalışır. Ki, sən millət olaraq ləyaqətsiz millətsin sən. Ola bilər, hara nəsə savaşarlar, İrana qarşı bunları oyuna gətirib savaşdırarlar. Sən millət olaraq İrana qarşı savaşmalısan. Və yaxud da yenidən erməni müharibəsi başladarlar. Bilirsiniz də, erməni bu Qarabağ məsələsi, bu Qarabağ kartı, bu terrorçu xain, alçaq Əliyevlər rejiminin ayaqda qalması üçün hesablanmış bir oyundur. Ola bilər, yenidən bir də başladarlar. Bax, bu planlar hamısı onun üçündür. Sən savaşma, vuruşma, döyüşmə, sən ləyaqətsiz millət ol, sən dininə bağlı olma, Allahına sevgin olmasın. Bax, sənin qazilərini bu günə qoyuram, sən də bir millət olaraq səsin çıxmır. Budur, bu oyunların hamısının kökündə bu dayanır. Bu qədər, bu yoxsa mən nəyimə lazım ki, mən ateistəm. Deyirəm ki, heç bir dini qəbul eləmirəm, inanmıram heç bir dinə. Mənimlə marağım var ki, çıxam, təbliğatını aparam, bir xalqın ən öndə gedən dəyərlərindən biri olan dini dəyərləri. Mən ona qarşı niyə savaşmalıyam ki, nə üçün? Niyə çıxmalıyam ki? İnanmıram da, burada nə var ki? İnanmıram. Amma inanmadığımı niyə deyirəm cəmaata? Hə? Moda göstərirəm, reklam edirəm özümü. Bu deyil məsələ, dostlar. Bunlar hamısı bilinçli şəkildə baş verənlərdir. Bu elə belə sıradan bir şey deyil. Planlı şəkildə. Qıraq güclər, qıraq caynaqlar bu oyunları oynayırlar. Ona görə xalqımız, millətimiz, cəmiyyətimiz ayıq olmalısınız. Ağıllı olmalısınız. Diqqətli olmalısınız. Bu baş verən hadisələr var. Bunlar hamısı bizi bölüb parçalamaq üçündür. Hətta həmən o caynaqlar var, bu günlərin bizi bölüb parçalamaya çalışırlar. İlham Əliyev rejiminin əli ilə bir tərəfdən, özünə ateist deyənlər bir tərəfdən, sonra özünə müxalifət bloger deyənlər.
Bunların hamısı əslində bir mərkəzdən idarə olunur. Sadəcə o mərkəzin A, B, C, C, D belə qolları var, parçalanıb. Biri ateistə xidmət edir, biri müxalifətə, hamısı. Başa düşdünüz? Oyun budur qardaşlar, dostlar. Biz ona görə birləşə bilmirik. Biz ona görə birləşə bilmirik. Bu bölücülüklərə görə. Çıxır İlham Əliyevə qarşı həqiqəti deyir, blogerəm, canımı qoymuşam, həyatımı qoymuşam. Adamın əməli batildir. Nə olsun ki, dediyi söz haqdır. Amma əməli batildir. Deyəndə ki, bu işlə məşğul olma, bu batildir, ziyanımızadır. Sıracı deyir, bu hökumətin adamıdır. Nə bilim, İranın adamıdır, Hizbullahın adamıdır. Vəziyyət budur, dostlar. Bizi gətirib bu yerə çıxardıblar.